Növbəti sualımıza baxaq. Elşən. Salam, aleyküm salam. Xahiş edirəm, açıqlama verin. İnsan dünyasını dəyişir. Buna alın yazısı deyilir. Xeyr. Alın yazısı məhvumu insanların zaman zaman qəlblərində bu cür pərvəriş tapıb ki, bu cür insanlar başa düşüblər ki, insanın talehi insanın alnına yazılıb, insanın başına gələn hadisələrin hamısı onun alnına yazılıb və insan bu cürdə yaşayır və bu cürdə dünyasını dəyişir. Yəni o cürdür. İslam Peyğəmbəri buyurur ki, Pərverdigari Allah Mikail adında nəhəng bir mələkə yaratmış, Loh-i Məhfuzu o mələkənin alnında yerləşdirmişdir. Loh-i Məhfuz yəni qorunub saxlanılan lövhə. Onun bir adı Kitab-ın Məknundur, Quranda keçir, gizli saxlanılan kitab. Bir adı Loh-i Məhfuzun, qorunub saxlanılan lövhə. Bir adı Ümmül Kitab, ana kitab. Yəni müxtəlif adları var. O lövhənin, o kitabın qiyamətin günündə necə Əz-Zumər surəsində biyaqları mən o barədə danışdım ki, və əşrəqətil ərzu bi nuri rəbbiha, qiyamətin günündə Allah buyurur ki, yer Allahın işığı ilə işıqlanar və vuz əl kitab, bir dənə böyük bir kitab gətirirlər qənşərə, həmən o kitabdan gedir söhbət. Böyük bir lövhə, böyük bir kitab gətirirlər qənşərə, insanların gözlərinin qabağına və ciəbi nəbiyyin şühəda, şahidlərin hamısını və peyğəmbərləri Allah orada hazır eləyər və quziyə beynəhum bil həq. O gün Allah həqqə qəzavət eləyər. Allahın hökmü insanlara nazil olar. Həmən o kitabdır ki, qiyamətin günündə bütün insanlar o kitabın qarşısında dayanacaqlar. Alın yazısı deyilən o kitab insanların qarşısına gələcək və insanlar birilərinin əməllərin və öz əməllərin o kitabda görəcəklər. Növbəti sualımıza baxaq. Rahim Tağıyev. Salam, aleyküm salam. Gözəl elmi biliyə malik olan qardaş. Əslən mümin olan kimlərdir? Təşəkkür eləyirəm gözəl sözlərinizə görə. Ayə Quranda Allah müminlər barəsində çox müxtəlif ayələr buyurur. Bir ayədə buyurur, Qəd əfləhəl müminun. Müminlər fəlaha yetişdilər. Yəni, zindanı olan dünyadan